Boşanmaq iki insanın birgə həyat yolunun sonuna nöqtə qoyması deməkdir. Amma Azərbaycanda bu nöqtə çox vaxt yeni bir mübarizənin, qarşılıqlı ittihamların və qisas hissinin başlanğıcına çevrilir. Cütlüklərin əksəriyyəti ayrıldıqdan sonra bir-birlərinə qarşı etik davranış nümayiş etdirmir. Bəziləri keçmiş həyat yoldaşının şəxsi həyatına müdaxilə edir, digərləri isə uşağı görməyə imkan vermir. Gəl qız tərəfim deyəcəklər ki, qızda nəsə problem var və yaxud da ki, kişinin üstünə atırlar hər şeyi. Çünki özləri formalaşmışlar. İstəyir qadında uşaq qalanda gərək atası gəlsin görsün, atada da qalanda gərək anası gəlsin görsün. O mədəniyyətin formalaşması həm kişi tərəfdən, həm qadın tərəfdən öz aralarında anlaşma olmalıdır. Həm də ana ata da qarışır. Artıq ayrılınıbsa hər iki tərəfdən, yəni qanuni şəkildə ayrılıbsa sən tam başqa insansan, mən tam başqa bir insanım. Xeyr, bu mədəniyyətdən xəbər verməyən bir məsələdir. Boşandılarsa bir dəfəli bir-birindən ayrılsınlar. İkisi də bir-birinə hörmət etməlidir, boşanmalılar, arada bir intriqi olmamalıdır. Psixoloq Elnur Rüstəmov deyir ki, bəzən ailələrin müdaxiləsi də burada rol oynaya bilir. İnsan evlənə də bilər, hansı səbəbdən boşana da bilər. Niyə mədəniyyətdir? Çünki insanın mədəniyyəti onda üzə çıxır. Nə cür bu prosesə yanaşır? Burada peşman olan tərəf var, peşman olmayan tərəf var. Qarşı tərəfin həyatına, işinə müdaxilə etmək o halda baş verir ki, peşman olan tərəf var orada. Və heç bir vəclə bu prosesdə sakit yanaşmaq istəmir. Peşman olmayan tərəf gedib öz həyatını yaşayacaq. Və bir də var ki, hər iki tərəf məmnundur. Hər iki tərəf ayrılmaqdan məmnundursa, onlar niyə konflikt yaratsınlar? Sosioloq Mail Yaqubun sözlərinə görə, boşandıqdan sonra şəxslərin bir-birlərinin həyatlarına müdaxilə hallarına tez-tez rast gəlinir. Bu isə əksər vaxt insanların xarakterindən asılı olur. Dəyər anlayışı yoxdursa, o insan ailə quranda da problem yaradacaq qarşı tərəfə, boşananda da. Boşanma həm dində, həm hüquqda icazə verilmiş bir faktdır, aktdır. Bu yolun sonu deyil, faciə deyil. Faciə o zaman baş verir ki, boşanandan sonra ortada qalmış uşaqlar atanın, ananın bir-birinə qarşı səhv, kobud hərəkətlərindən əziyyət çəkirlər. O ata, o ana uşaqları düşünməlidir, amma təəssüf ki, bəziləri düşünmür, öz egolarının əsarətində qalırlar. Sosioloq qeyd edir ki, tərəflərin bu cür davranışlarının qarşısını almaq üçün hüquqi mexanizmlər gücləndirilməlidir. İlhamə Kələyeva, David İbrahimov, Xəbər Ertəsi.